Çox dadlı olurlar. Hazırlamaq. Salam, Nazoşun Dünyası kanalına xoş gəlmisiniz. Bugün mən qaynanamın kanalında sizlər üçün qozlu, xurmalı şokoladlar hazırlayacağım. Marketlərdən aldıqlarımızdan daha dadlı, tez və asan başa gəlir. Xurmanın çeyirini çıxardırıq. Çeyirini çıxartdıqdan sonra qoz yerləşdiririk içərisinə. Mən qozları biraz xırdaltmışam, siz istəsəz bütöv şəkildə də yerləşdirə bilərsiniz. Qozları xurmaların içərisinə yerləşdirdik. Burada mən iki cür götürmüşəm şokoladı. Südlü şokolad, qara şokolad. İndi bu şokoladları benmar üsulu əridəcəyik. Birinci südlü şokoladımızı əridirik. Sadəcə diqqət eləməliyik ki, şokoladı əritdiyimiz qab qazandakı suya qətiyyən dəyməsin. Asta xodda əritməyə başlayırıq şokoladımızı. Şokoladımız əridi. İndi şokoladımızı götürəcəyik qazın üstündən. İndi xurmaları şokoladın içərisinə əlavə edirik. Hər tərəfli batırmağa çalışırıq. Xurmaları yerləşdirdiyimiz qabı qabaqcadan marazinika, dondurucuya qoyuruq ki, soyuq olsun. Çünki şokolad istidir. Ona görə bunu soyuq bir qabın içərisinə qoymalıyıq ki, şokolad donsun, əriməsin. Padnosumuzu qabaqcadan buzluqda dondurduğumuz üçün gördüyünüz kimi şokoladlar ərimir. Eyni qaydada qara şokoladımızı da əritdik. Şokoladlarımız hardasa yarım saat buzluqda qaldılar, dondular. 2 ədəd plitka, 50-60 qram qozdan 40 ədəd xurmalı şokolad alındı. İçərisini sizə göstərim. Çox dadlı olurlar. Hazırlamağınızı məsləhət görürəm. Nuş olsun.